İzləyicilərimizin istəyini nəzərə alaraq bu gün danışacağımız avtomobil Volga Qaz 31-105 modelidir. Bu avtomobil bir dövrün simvolu, dövlət məmurlarının, taksilərin və uzun səfərlərin kralı hesab olunurdu. Qaz 31-105 Volga 2003-cü ildə istehsala buraxıldı və 2009-cu iləcən istehsal edildi. Bu model əvvəlki Volga modellərinin modernləşdirilmiş versiyası idi. Əsas məqsəd köhnə Sovet dizaynını qoruyaraq daha müasir avtomobil yaratmaq idi. Buna görə də avtomobil həm klassik görünüşünü saxladı, həm də müəyyən texniki yeniliklər əldə etdi. Avtomobil iri və möhkəm kuzo ilə seçilirdi. Kuzonun uzunluğu təxminən 4,9 metr, geniş və komfortlu salonu, təxminən 500 litrlik böyük baqaj həcmi var idi. Volga həmişə komfort avtomobili hesab olunub. Uzun səfərlərdə yumşaq askısı və geniş salonu sürücülər tərəfindən çox sevilirdi. Bu modeldə müxtəlif mühərriklər istifadə olunub. Əsas texniki xüsusiyyətləri bunlardır. 2,3 litr benzin mühərriki, 131 at gücü, 5 pilləli mexaniki sürətlər qutusu, arxa ötürücü sistem, avtomobilin maksimal sürətini təxminən 170 km/saat edirdi. Bu modelin əsas üstünlükləri: çox geniş salon, yumşaq və rahat askı, sadə mexaniki və ucuz təmir, möhkəm kuzo. Bununla yanaşı avtomobilin bəzi çatışmamazlıqları da var idi. Yüksək yanacaq sərfi, köhnə platforma, müasir avtomobillərlə müqayisədə zəif dinamika. Volga 31-135 əslində 1960-cı illərin yaradılmış Volga platformasının son inkişaf mərhələlərindən biri idi. Bu modeldən sonra Qaz şirkəti klassik Volga sedanlarının istehsalını dayandırdı. Bəzi avtomobillər sadəcə nəqliyyat vasitəsi deyil, onlar bir dövrün tarixidir. Volga 31-105 məhz belə avtomobillərdən biridir. Növbəti videomuzun hansı avtomobil haqqında danışmağımızı istəyərdiniz? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın.